Şəmkir rayonunda 5 kiloqram narkotik dövriyyədən çıxarılıb. Stop Narkotikas xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmailov saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kiloqram 700 qram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Bundan başqa, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb. Onların üzərindən, avtomobilindən və yaşadıkları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib. Faktlarla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.